Sabah xeyirli olsun dəyərli izləyicilərimiz. Hər vaxtınız xeyir, gününüz xeyirli, ruzlu, bərəkətli olsun inşallah. Demək, dünənki seminarda biz canlı olaraq ilk öncə nəyi çatdırmaq istəyirəm sizə? Canlı olaraq biz demək burada qrup iştirakçıları, seminar iştirakçılarının yanında biz 4662-lərdən bay əməliyyatları icra etdi və nə az nə çox qiymət $200 yüksəldi. Və bunu deyək canlı olaraq biz canlı yayımda da dünən bunu icra etdik. Yəni qızılda növbəti bay 4662 saat yerli saatın 20:03-də. Yəni burada biz alış əməliyyatlarına üstünlüyü verdi və qiymət sürətlə yuxarı doğru istiqamətinə davam etdirmə başladı. Yəni $200 bir yüksəliş oldu. Bugün səhər saatlarında yəni qiymət yenidən səhər saatlarında $130-140 qalxıb və indi korreksiya verir. Biz alış əməliyyatlarımızı, yəni buy stopları yerləşdirmişik 4820-lərdən, satışlar isə 4780-lərdəndir. Və ümumi olaraq bildiyiniz kimi yenidən səhər saatlarında Hörmüz boğazı ilə bağlı açıqlamalar və yenidən neft üçün heç də yaxşı xəbər olmadı. Nefti aşağı çıxdı və qızıl qalxdı. Əslində bizə lazım olan qızılın qalxması idi və biz bunu gözləyirdik və qızılın qalxması oldu. Dünən axşam deməli 4716 oldu. Bugün səhər saatlarında yəni 4857-lərə qədər qalxdı. Yenidən qalxacaqmı, yoxsa qalxmayacaqmı sualına gəldikdə isə təbii ki, uşaqlar, yenidən qızılın ümumi istiqaməti, yəni yuxarıdır və yuxarı doğru hərəkətlə davam etdirir. Yəni hədəf olaraq 5030-lar, 5027-lərdir. Gümüşə gəldikdə isə gümüş də səhər saatlarında qalxdı. Bugün hazırdakı vəziyyət, yəni 76.9-lərdən alışlardır, satışlar isə 75.9-lərdən olacaq. Keçək evro dolar, funt doları, bunlar da səhər saatlarında sürətlə qalxdılar və Bitcoin bugün alışlar yenidən deməli 72-lərdən alışlar olacaq. Erkən alışlar 71.9-lərdəndir, satışlar isə 79-lərdən gələcək. Ethereumda da maraqlanan varsa, Ethereumda da deməli 2258-lərdən alışlardır, satışlar isə 2215-lərdən icra etsəz daha yaxşı olar. Bir də dünənki xəbərlərə, siqnallara baxaq. Dünənki siqnallarda deməli qızılda 1, 2, 3 və 4 növbəti bay 4695-dən. Deməli burada sonra qızılda bay erkən bay 4666-lardan bu da gəlir oldu. Deməli qızılda dünən 1, 2, 3, 4, 5, 6 siqnal gəldi. Yəni, hər siqnal kifayət qədər gəlir verdi. Həm sığortalamaq üçün, həm də ki, gəlirlə götürmək üçün. Belə, bizdə növbəti təlimlər, uşaqlar, növbəti təlim aprelin 21-i olacaq. Bu təlimdə nələrdən söhbət açacaq? Yəni, aprelin 1-i. Burada, deməli, Bitcoin gələcək trayektoriyası haqqında, Ethereumun gələcək trayektoriyası haqqında, neftin gələcək trayektoriyası haqqında və eyni zamanda qızılın gələcək trayektoriyası haqqında məlumatlar olacaq. Bu, aprelin 21-dir. İndidən siz müraciət edə bilərsiniz WhatsApp nömrəmizə və operatorlar sizi qeydiyyata salar. Belə əzizlərim, demək, biz qızılda alış-satış əməliyyatlarının buy stop, sell stopları yerləşdirdik. Gümüşdə də yerləşdirə bilərik. Eləcə də evro, dollar, funt dollarda da biz səhər saatlarını artıq paylaşdıq. Həm alış, həm satış əməliyyatları 1.16.9-lərdən alışlar olacaq. Evro dollarda satışlar isə 1.16.500-lərdən gələcək. Funtda isə alışlar 1.34.200-lərdən alışlardır. Satışlar isə 1.33.800-lərdən gələcək. Belə əzizlərim, deməli, ümid edirəm, yəni bu siqnallar sizin işinizə yarayır və siqnal kanalına da qoşulanlar 2 gün pulsuzdur. Həmin kanaldan, bu kanaldan 2 gün ərzində qazandığınızın müəyyən hissəsini verib ödənişli kanallara keçə bilərsiniz. Hələlik özünüzə yaxşı baxın, sağ olun.